Axşamınız xeyir əziz izləyicilərim. Bugün biz sizinlə zəfəran əkəcəyik. Bəli, səhv eşitmədiniz, əsl Bakı zəfəranı. Baxın, bu torpaq elə həyət torpağıdır. Sadəcə mən ona biraz kokobit qatmışam ki, daha yumşaq olsun. Biraz kömür və yaxud kül də qata bilərik. Amma asmokot olan yerdə məncə onların heç birinə ehtiyac yoxdur. Və 10 ədəd soğanı beləncik yerləşdirirəm qabın içinə və üstünə biraz da torpaq töküb biraz trambovka eləmək lazımdır və suluyuruq. Sadəcə bu. Əslində indən sonra əkilən çiçəklərin qulluğu daha asandır. Əkirsiniz, qoyursunuz və unudursunuz. Çünki indən sonra yağan yağışlar onu sulayacaq. Bəli, müəyyən günlərdə, isti keçən, quraq keçən günlərdə onları sulamaq lazımdır. Amma çox az lazım olur. Və hardasa oktyabr ayında gözəl çiçəklərindən feyziyab ola bilərsiniz. Videomu bəyəndinizsə bəyən düyməsini basın, zəhmət olmasa.